Salam değerli həmvətənlərim. Bu həqiqəti hər kəsə çatdırmaqdır niyyətim. Sabah başıma bir şey gələrsə, kimlərsə deməsin, kimisə söydümü, hansısa kriminallarla razborkasımı düşdü. Mənim İlham Əliyevdən başqa düşmənim yoxdur. Bu məlumatı da deyirəm ki, hər kəs gerçəkdən xəbər tutsun, gerçəkliklərdən. Necə ki, Vidadi İskəndərini vurdular, vurmamışdan bir neçə gün, hətta bir neçə saat öncə, bir neçə saat öncə killerlərin şəklini çəkmişdi, videosunu çəkmişdi. Eləcə də mən çəkmişəm. Yəqin arxa fondan da biləcəklər ki, İlham Əliyev hansı şəhərdəyəm, hansı polis orqanına gəlmişəm. 3 gündür məni izlətdirirlər. Dünən də televiziyada dedim, yaymımda dedim. Bugün bardağı daşırdılar nəhayət. Maşımın arkasına gizlənən killerlər çıxdı. Kıskaca aldıq, nələr elədik, çəkdik. Bütün dəlillər polisdədir. Maşından əl izləri götürüldü. Bundan başqa indi bu dəqiqə ən böyük servisə aparıram, göndərirlər məni. Maşını rentgen eləyək görə hansısa cip izləmə cihazı nə qoyublarmı, yad cisim varmı maşında. Maşın rentgen olacaq. Çox güman ki, yəqin gözümüzdə analizlərdən keçəcəyik. İlham Əliyev kişi ol da. Qoy yaşayaq da. Qoy mübarizəmizi aparaq da. Kişi kimi mübarizə apar da. Qızların 4 dəfə ərə gedib. Hərəsi 4 dəfə. Nə 9 nəvən var, nə deyirsən. Özün nə gör. Kişi ol da İlham Əliyev. Kişi kimi mübarizə apar. Değerli həmvətənlərim, değerli soydaşlarım, İlham Əliyev 24 maddə ilə mənə cinayət çıxaldırdı. 16 il qiyabi həbs cəzası verdirdi və bu İlham Əliyevin indiyə kimi törətdiyi Avropada və digər ölkələrdə vurdub öldürtdürdüyü, yaralattırdığı, yəni iki mən qarşı, bunlara hüquqi don geyindirmək üçün bunu elədi. İlham Əliyevdən hesab sorurlar. Bəli, Vidadi İskəndərin ölümü sonuncu bardağı daşıran oldu Məhəmməd Mirzənin vurulması. Və İlham Əliyev, indi mən bu 24 maddənin 16 illik mənə həbs verildi. Almaniyaya sorğu göndərildi. Mən sizə bir neçə gün öncə dedim, Almaniya komissiya yaratmışdı devlət səviyyəsində. Və mənim günahkar olmadığımı subut elədilər və göndərdilər Azərbaycana. İndi İlham Əliyev ala bilmədi. Üstəlik də hüquqi qaydada güya işimizi görür, amma yenə də vurduracaq. Məni və ya digərlərini vurduracaq. İlham Əliyev bununla da deyəcək ki, mən məhkəmə ilə hüquqdan əlləşirəm. Mən niyə vurdurum ki bunu? Yəni cinayətlərinə hüquqi don geyindirmək istəyir İlham Əliyev. Əgər İlham Əliyev məni vurdursa, yaralasa, mənim əzizlərim var da, bilirsiniz, blogerlər olsun, ailəm olsun. Onlar çıxıb desə ki, Qabil vuruldu. Yaralıdır ya da ölübdür, fərq eləmir. Ayağa qalxmayan, meydana çıxmayan oğlan, qabağına keçəni darmadağın eləyərək İlham Əliyevi devirməyən oğlan, meydanlardan çəkilən oğlan kişi deyil. Çox danışmaq istəmirəm, yayımı bəyənin, paylaşın, çünki artıq orqan işçiləri gəldi.